Salam, bugün biz tangens və kotangens funksiyalarına baxacağıq. Deməli, tangens və kotangens funksiyaları sinus və kosinusdan fərqli olaraq təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi qəbul olunmur. Çünki tangens funksiyası biz bilirik ki, sinus böl kosinus kimi göstərilə bilər və kosinusun 0 olduğu yerdə məlum məsələdir, tangens təyin olunmayıb. Sinusun da 0 olduğu yerdə kotangens təyin olunmayıb. Bunu qısa olaraq indi dairə üzərində, yəni radiusu vahidə bərabər olan bir çevrə üzərində də baxacağıq buna. Deməli, biz demişik ki, x xətti kosinusu, y xətti sinusu ifadə eləyir. Tangens xətti isə ordinat oxuna paralel 1-0 nöqtəsindən keçən düz xətt ilə göstərilə bilər. Deməli, bu düz xətt nəyi göstərir? Tangensin, baxın, mənfi pi bölü 2 və pi bölü 2-də heç bir qiyməti ala bilmir. Tangensin qiymətlər çoxluğu, buradan qeyd eləsək, deməli, x-in aralığı olacaq, x daxildir, mənfi pi böl 2-dən müsbət pi böl 2-yə. Amma bu, mənfi pi böl 2 və pi böl 2 daxil deyil. Amma qiymətlər çoxluğu, y isə mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi bütün qiymətləri ala bilir. Sinusdan kosinus biz bilirik mənfi 1, müsbət 1 aralığıdır. Amma tangensdən kotangens mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi bütün qiymətləri ala bilir. Tangens tək funksiyadır. Ümumiyyətlə, orada deməli, kosinusdan başqa digər hamısı təkdir. Bizdə sadəcə tək funksiyalar haqqında deyilir, koordinat başlanğıcından keçir. Amma bəzi kitablarda bu qeyd olunur ki, sadəcə koordinat başlanğıcına nəzərən simmetrik olmağı onun tək funksiya olmağını kifayət edir. Deməli, tangens nədir? Məsələn, tangens müəyyən bir bucaq altında çəkək. Məsələn, belə bir bucaq çəkək. Bu xəttin ordinat oxuna paralel düz xəttlə kəsişdiyi nöqtədə tangensin aldığı qiymətlərdir. Və nəyi görürük biz? Məsələn, birinci rübdə tangens mənfi sonsuzluqdan müsbət sonsuzluğa doğru, yəni ədəd oxunda daim artan bir funksiyadır. Daim artandır. Bunları qeyd edək. Daim artandır. Təyin oblasti, qiymətlər oblasti bildik. Tək funksiyadır. Tək funksiyadır. Bunları qeyd edə bilərsiniz. Və tangens xəttinə baxaq. Biz 90 dərəcəyə kimi bucaqları artırmağa davam edəsək, məsələn, bir alfa bucağı olsun. Alfa bucağında müəyyən bir qiymət alıb. Baxın, burada bir qiymət alıb. Bu xətləri sileyim buradan. Bizə mane olmasın. Aha. Müəyyən bir qiymət alıb. Və alfa bucağı artdıqca tangensin qiyməti də artır. Və tangens 90 dərəcəyə yaxınlaşdıqca funksiyanın qiyməti müsbət sonsuzluğa doğru davam edir. Yəni bu xətti uzada bilərik. Kəsişmə nöqtəsi y-in aldığı qiymət, yəni həmin bu nöqtədə aldığı qiymət tangensin qiymətidir. Tangens daim artan funksiyadır dedik. Tangensin müsbət olduğu rüblər 1-ci və 3-cü rübdə müsbətdir, müsbət. 2-ci və 4-cü rübdə isə mənfidir. Mənfi qiymətlər alır. Bunları bilməyimiz məncə kifayət eləyər. Bir də tangensin qrafikinə baxaq. Necə bir qrafiki var? Elə bu qalsın burada. Buradan da qrafikini çəkməyə cəhd eləyək. Tangens pi bölü 2-də və mənfi pi bölü 2-də niyə qiymət alınır? Baxın, əgər pi bölü 2 deyiriksə, bu tam 90 dərəcə əmələ gətirir və tangens xətti ilə paralel olur. Biz kəsişmə nöqtəsi deyirik ki, tangensin aldığı qiymətdir, amma burada heç bir kəsişmə yoxdur. Həm də tangens sin böl kosdur, yəni sinus böl kosinus. Kosinus da 90 dərəcədə 0-dır, həmçinin mənfi 90 dərəcədə. Mənfi pi bölü 2-də də 0-a bərabərdir, ona görə burada təyin olunmayıb. İndi biz görürük, tangens 0-da 0 qiymətini alır. Bax, bu nöqtədə 0-a bərabərdir. Və bucağı artırdıqca biz nə baş verdiyini görürük. Tangensin qiyməti artır. Yəni, 0-dan digər tərəfə doğru artma baş verir. Burada asimptotlar var. Asimptot, belə deyək, həmin bu düz xətləri kəsmir, toxunmur tangens funksiyası. Bu nöqtələr nədir? Biri pi böl 2 düz xəttidir, nöqtəsidir. Biri də mənfi pi böl 2
nöqtəsidir. Bu nöqtələrdə tangens təyin olunmayıb. Qrafiki biraz daha səliqəli çəkək. Deməli, tangensin qrafiki baxın bu şəkildədir. Biraz hiperbolaya oxşayır və tangens gördüyümüz kimi ancaq artan istiqamətdə hərəkət edir. Ədəd oxunda yalnız artandır və bu şəkildə də davam edəcək. Qrafiki biraz ilk dəfə görəndə gözə qəribə görsənir. Yenə baxın, bu şəkildə davam edir. Pi bölü 2-də təyin olunmayıb, pi bölü 2-dən yenə mənfi pi bölü 2-dən 3 pi bölü 2-yə doğru yenə də arta-arta davam edir. Bu şəkildə bir qrafiki var. Həmçinin bu tərəfdə də eyni. Baxın, belə bir qrafiki var. Tangensin. Daim artan funksiyadır. Qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq. Ala bilmədiyi, yəni təyin olunmadığı nöqtələr mənfi pi bölü 2 və pi bölü 2 nöqtələrdir. Kotangens funksiyasına baxaq. Kotangens funksiyası da OX oxuna paralel düz xəttlə göstərəcəyik. Kotangensin aldığı qiymətlər yalnız mənfi qiymətlərdir, müsbət qiymət ala bilmir. Kotangens mənfi pi bölü 2 ilə 0 ilə pi arasında qiymətlərinə baxacağıq. Deməli, burada kotangensi nə görürük? Baxın, kotangensdə 0 dərəcədə nə olur? Təyin olunmuyor. Görürsünüz, 0 və pi-də təyin olunmuyor. Niyə? Çünki kotangens xəttinə paralel olur, kəsişmə xəttin götürə bilmirik. Məsələn, alfa bucağında müəyyən bir qiymət alıbsa, alfa 0-a doğru yaxınlaşdıqca bizim kotangensin qiyməti müsbət sonsuzluğa doğru davam edir. Və indi gəlin bu xətti sola doğru, yəni bucağı artırmağa başlayaq. Bucaq artdıqca bizim kotangens, baxın, gəlir pi bölü 2-də 0-a bərabər olur. Təzədən yenidən mənfi sonsuzluğa doğru davam edəcək. Yəni, daim azalan bir funksiyadır. Qrafikin çəkək. Bir-birlərinin tərsidir, bilirik, tangens və kotangens funksiyaları. Deməli, 0 ilə pi arasında yenə pi-də bir asimptot var. Yəni, həmin bu düz xəttə toxunmur. Daim azalan bir funksiyadır. Baxın, pi bölü 2-yə doğru, bu nöqtəyə pi bölü 2 nöqtəsi deyək, pi bölü 2-yə doğru geriyə çəkilir. Yəni, azala-azala gedir, gəlir. Pi bölü 2-də 0-a bərabər olur. Daha sonra yenə mənfi sonsuzluğa doğru davam edir. Kotangens funksiyasının qrafiki bu şəkildə göstərilə bilər. Təyin oblastı, deməli, dedik nə oldu? 0 ilə pi aralığı. Qiymətlər oblastı kotangensdə mənfi sonsuzluqda, müsbət sonsuzluqda bütün qiymətləri ala bilər. Daim azalan funksiyadır. Tangensdə olduğu kimi 1-ci və 3-cü rübdə müsbət, 2-ci və 4-cü rübdə isə mənfi qiymətlər alır. İndi gəlin testlərimizə başlayaq. Burada nə görürük? Alfa 1-ci rübün bucağıdır, 0 ilə pi arası. A-nı tangens, B-ni sinus alfa ilə qeyd edib və bizə bunun müqayisəsini istəyir. Biz bunu, baxın, bayaqki kimi tangens düz xətti ilə çəkib göstərə bilərik. Məsələn, hər hansısa bir alfa bucağı götürsək, alfa bucağı, belə bir bucaq, alfa bucağı. Sinusun aldığı qiymətə baxaq. Sinus biz bilirik ki, maksimum 90 dərəcədə 1-ə bərabər olur. Tangensin aldığı qiymətə baxaq. Tangensin aldığı qiymət daha böyük olur və bu hər daim belə davam edəcək. Yalnız deməli, tangens 0-a bərabər olacaq, yəni sinusla eyni qiymət alacaq 0 dərəcədə. Birinci rübdə ki, 0-dan böyükdür, pi bölü 2-dən balacadır. Digər bütün hallarda tangens sinusdan daha böyük olacaq. Yəni, burada A böyükdür, B variantı daha doğrudur. Dövrləri barədə danışmadıq. Tangenslə kotangensin dövrü pi-dir. Sinusla kosinusda 2pi, tangenslə kotangensdə isə pi-yə bərabərdir. Yəni 180 dərəcədən 1 eyni qiyməti alır. Sinusla kosinusda dövrü tapanda necə ki 2pi-ni x-in əmsalına bölürdük. Burada da pi-ni x-in əmsalına böləcəyik. Cavabımız olacaq pi bölü 5, A variantı. Davam edirik. Üçüncüdə əsas dövrünü yenə pi-ni, baxın, x-in əmsalı burada 4-də 3-dür. 4-də 3-ə bölürük pi-ni, olur 3-də 4pi, D variantı. Həmçinin dördüncüdə yenə pi-ni 5-ə bölürük. Yalnız x-in əmsalına. Buradakı biz deməli, tangensin öz əmsalına baxmırıq. Yalnız arqumentin əmsalına baxırıq. 5-dirsə 5-ə bölürük. İkinci rübdə artandır. Tangens bütün rüblərdə artandır. Tangensin azaldığı rüb yoxdur.
Dördüncü rübdə azalandır. Yəni çox düşünməyə dəymir burada. Burada yəni kotangesdən tangens daima artan funksiyadır, kotangens daima azalan funksiyadır. 7-ci sual ən kiçik qiymətini. Baxın, burada əgər ən böyük desəydi, məsələn, sinus üçün ən böyüyü tapa bilirik. Çünki sinus -1, müsbət bir aralıqda. Amma tangens kvadratı müsbət sonsuzluğa doğru bütün qiymətləri alır, mənfi sonsuzluğa doğru da həmçinin. Kvadrat var üstündə. Kvadratik bir ifadənin, yəni bu ifadənin ala biləcəyi ən kiçik qiymət 0-dır. Kvadrat olduğuna görə bilirik ki, mənfi qiymət ala bilmir. 0-ı 2-yə vurub 5 çıxanda da cavabımız olur -5. 8-ci sualda da həmçinin bu ifadənin ən kiçik qiyməti 0-dır. 0-ın üstünə 4 gəlirik. 4, yəni ifadənin ən kiçik qiyməti 4-ə bərabərdir. Bizə nə deyir? Parametrinin mümkün qiymətlər çoxluğunu tapın. Baxın, burada tangensin arqumentindən asılı olmayaraq buna bir alfa bucağı kimi baxın. Tangens alfa. Biz də dedik tangens alfa bütün qiymətləri alır. Yəni bu ifadənin bütün mümkün qiymətləri əslində ödəyir. Bu ifadənin mümkün qiymətləri də nə demək? Kökaltı bir ifadədir. Kökaltı ifadənin də həqiqətə çıxması üçün biz nə deyirik? Burada sıfırdan böyük və ya bərabər olmalıdır. Yəni a kvadrat çıx 5a üstə gəl 6 böyük bərabər olmalıdır 0. Sadəcə bu bərabərsizliyi həll edirik. Bərabərsizliyi həll edəndə köklərini qeyd edirik. 2 və 3. Cəmi 5 hasılı 6 olan ədədlər. İntervallara ayırıb bir aralığı tapırıq. Məsələn, 3-dən böyük ədəd yazanda burada müsbət alınır. Digərlərində olduğu şəkildə düzürük. Bizə deməli nə lazımdır? 0-dan böyük bərabər. Yəni mənfi sonsuzluqdan 2-yə və 3-dən müsbət sonsuzluğa ədədlər yazanda buradan nəsə bir ədəd çıxacaq. Kök 6, yəni rasional, irrasional fərq eləmir. Əsas o da həqiqətdir. Tangens də bu qiymətlərin hamısını ala bilir. Ona görə cavab olur B variantı. Hansının qiyməti mənfidir? Bax, tangens burada 3 radianı ifadə edir. Üzərində dərəcə yoxdur. 3 radian düşür 2-ci rübə. Yəni 1 radianın təqribi qiyməti 57 dərəcədə. 57-ni 3-ə vuranda 2-ci rübə düşür. 2-ci rübdə tangens mənfidir. Yəni birincini götürmək olar. Tangens 3pi. Tangens 3pi-də deməli gəlir düşür hara? 0-a bərabər olur da tangens 3pi-də. Baxın. 1pi-də gəlir çıxır bura. Necə dəqiqə? Aha. 1pi gəlir fırlanır olur. 2pi təzədən bir dənə dövr edir, gəlir çıxır bura və tangens pi də 0-a bərabərdir. Bizə mənfi olmağını istəyir. Bunu götürməliyik. 3 tangens pi-də yenə 0-a bərabərdir. Tangens 3 dərəcə. Tangens 3 dərəcədə birinci rübdə hamısı müsbətdir. Bunu da götürmürük. Tangens 333. Gəlir düşür 4-cü rübə, 2-ci və 4-cü rübdə mənfidir. Bir də 5-cini götürdük. 1-ci və 5-ci. Cavabımız olur A variantı. Davam edirik. Əsas dövrünü tapın. Deməli, burada nə edəcəyik uşaqlar? Burada hər iki funksiyanın ayrı-ayrı dövrlərini tapıb, onların əkovunu götürəcəyik. X-in əmsalı burada nədir? 3-də 2 pi. Sinusun dövrü 2 pidir. 2 pini bölürük 3-də 2 piyə. Bu da bərabər olur 3-ə. Yəni, bu funksiyanın dövrü 3-dür. Tangensdə də, tangenslə kotangensdə də dedik, pi-ni bölürük, pi böl 8-ə. Pi-ni pi böl 8-ə böləndə də burada düşür 8. 3 ilə 8-in əkovlu olur 24. Yəni, hər 24 dənədən bir təkrarlanma baş verəcək bu funksiyaların qrafiklərində. Hansı ifadənin qiyməti mənfidir? Tangens 330, 4-cü rübdür, bu mənfidir. Sinus 220, bu da 2-ci rübdür, mənfidir. Mənfi mənfiyə vuranda müsbət. Sinus 135, 2-ci rübdür, müsbət. Tangens 195, 3-cü rübdür, bu da müsbət. Müsbəti müsbətə vururuq, müsbət. Kosinus 145, 2-ci rübdə mənfidir. Tangens 2-ci rübdə, bu da mənfidir. Tangens 130, mənfidir 2-ci rüb. Kotangens 160, bu da mənfidir 2-ci rüb. Tangens 280, 4-cü rübdə mənfidir. Kosinus 300, müsbətdir. Yenə deyirəm, o dairəni həmişə gözünüzün qabağında saxlayın. Yəni, əzbərləməkdənsə elə daha yaxşıdır. Tangens nədir? Simbol kos, düzdür. 4-cü rübdə biz nə görürük? 4-cü rübdə görürük ki, sinus mənfi bir qiymət alır. Baxın, buradakı qiyməti mənfidir. Kosinus nə görürük? Kosinus müsbət bir qiymət alır. Müsbət böl mənfi və ya mənfi böl müsbət mənfi qiymət verir. Yəni, tangens mənfidir, amma kosinus müsbətdir 4-cü rübdə. Burada bir qiymət alır haradasa. Deməli, müsbət bir qiymət alır, mənfi müsbətə vuranda da mənfi edir. Təyin oblastını istəyir. Təyin oblastı nə olsun? PK-dan fərqli, yəni 0 və 180-də təyin olunmayan
digər hallarda təyin olunsun. Biz də bildik ki, bu kotangesdir. Çünki 0 və pi-də kotangens xəttinə paralel olur. Həmin orada da qiymət ala bilmir kotangens və yaxud da bu nöqtələrdə sinus 0-a bərabərdir. Kotangens də nədir? Kosinus böl sinus. Kosinusu yəni 0-a bölmə təyin olunmayıb. Ona görə də deməli bizdə nə istəyir? Təyin oblastını istəyirdi. Təyin oblastı bu olsun deyir. Yəni x daxil olsun R-ə, hər hansısa bir həqiqət ədədlərə. Pi k-dan fərqli olsun. K-da z-də daxildir, yəni tam ədədlərə. Məlum məsələdir. 0 və pi də təyin olunmadığına görə cavabımız olacaq burada Y variantı. Təyin oblastı pi bölü 2 üstəgəl pi k. Biz mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 dedik. Əslində bu eyni şeydir. Pi bölü 2 üstəgəl pi k ilə eyni şeydir. Baxın pi bölü 2 pi k gələndə nə olur? Gəlir çıxır bura. Təzədən bir də gəlirik. Yəni bu iki nöqtədə təyin olunmayan da hansıdır? Tangens. Tangens təyin olunmayıb. Bizim deməli cavabımız olacaq D variantı. Sinusla kosinus bütün ədəd oxunda təyin olunub. Hər yerdə bir qiymət alır. Funksiyasının təyin oblastı. Məsələn, biz bilirik ki, burada sinusun bizə verdiyi qiymətlər, sinus x-dan asılı olmayaq. X-ə hər şey verə bilirik. X alır mənfi 1 ilə müsbət 1 aralığında bir qiymət. Tangens də mənfi 1 ilə müsbət 1 aralığında bütün qiymət. Yəni, orada mənfi 1 ilə müsbət 1 radianı ifadə edəcək. 57 dərəcədə mənfi 57 ilə müsbət 57 dərəcə. Burada da tangens müəyyən bir qiymətlər ala bilir də bu aralıqda. Baxın, bu aralıqda müəyyən bir qiymətlər ala bilir. Ona görə cavabımız olur burada Y variantı. Bütün qiymətləri ala bilir tangens. Gəldik kosinusda da həmçinin. Burada sinus, burada kosinus verməyə eyni şeydir onsuz da. Mənfi 1 ilə müsbət 1 aralığında qiymətlər alır. Tangens burada hər yerdə təyin olunub. Mənfi 1 ilə, yəni mənfi 57 dərəcə ilə müsbət 57 dərəcə arasında hər yerdə təyin olunub. Ona görə də cavabımız olur burada D variantı. Funksiyalardan hansı təkdir? Deməli, biz bilirik ki, tək funksiyanın tək funksiyaya hasili cüt funksiya olacaq. Məsələn, x kubun x-a vuranda x üstü 4 cüt funksiyaya çevrilir. Gəlin bir baxaq da. Deməli, x-a hər hansısa bir arqument versəm, burada sadəcə trigonometrik funksiyalardır, biraz düşünək. X-a mənfi və ya müsbət qiymət verməyimdən asılı olmayaraq, istər mənfi 60 verim, istər müsbət 60 verim. Məsələn, bizə 2-də 1 qaytaracaq. Ona görə bu cüt funksiyadır. X-a nə veririk verək, sinusun arqumenti eyni olur. Eyni olduğuna görə də eyni dəyər qaytarır. A variantı getdi. Tək funksiyada nə demişik? Demişik ki, fx bərabərdir mənfi fx. Yəni, məsələn, hər hansısa bir funksiya olsun, istənilən bir funksiya, x, y. Məsələn, 3 verəndə 8 almışıqsa, mənfi 3 verəndə mənfi 8 almalıyıq. Və ya əksinə, 5 verəndə, məsələn, mənfi 4 almışıqsa, mənfi 5 verəndə müsbət 4 almalıyıq. Amma burada elə bir şey baş vermir. Sinus x, sinus x. Deməli, sinusa məsələn 60 dərəcədə bir qiymət, 30 dərəcədə məsələn 2-də 1 alır, mənfi 30-da da mənfi 2-də 1 alır. Cavabımız burada olacaq B variantı. Amma digərlərinə də baxaq. Yenə burada kosinusun arqumenti ancaq dəyişmir. Bax burada sinus məsələn mənfi 60-da, müsbət 60-da fərqli qiymətlər alır. Amma kosinus həmin mənfini udur axı. Kosinus mənfini udur, ona görə də qəbul olunmur. Y variantında da həmçinin kosinus mənfini udacaq, götürə bilməyəcəyik. Bu digər 4 variant cüt funksiyadır. Cavabımız oldu, deməli B variantı. Funksiyalardan hansı birinci rübdə artandır? Tangens hər yerdə artır, bunu götürdük. Sinusda, baxın birinci rübdə, sinusun böyük olduğu yerdə, yəni böyük olduğu yerdə orada nəyi nəzərdə tuturuq? Baxın, birinci rübdə sinus artır. Y oxu, görürsünüz, alfa buzağını artırım, alfa artır. Bu da həmçinin tangensdə də artma baş verəcək. Tangens onsuz da artandır. Yəni sinus funksiyası da artır. Kosinus azalır. Məsələn, görürsünüz, kosinusun aldığı qiymət budur alfa bucağı üçün. Alfa bucağını böyütdük. Hər hansısa bir betdə ucağı. Arxaya çəkildi. Yəni sol tərəfə çəkildi kosinusun qiyməti. Kiçildi də sola doğru x oxunda azalma gedir. Kotangensdə bütün ədəd oxunda yenə azalan bir funksiyadır. Cavabımız oldu 1 və 2. Bizdən nə deyir? 19-cu sual. Əsas dövrü pi böl 5. Pi böl 5 olması üçün, baxın, buradakı elə bir ifadə olmalı ki, çünki kosinusun dövrünü necə tapırıq? M çıx 3, daha doğrusu 2 pi bölünsün, 2 pi bölünsün, M çıx 3. Bərabər olmalıdır pi böl 5-ə. Burada amma nəyi nəzərə almalıyıq?
götürək. Funksiyasının əsas dövrü t bərabərdir pi bölü 7 olarsa m plus n-in kiçik qiymətini istəyir. Baxın, burada biz bunu 10-a bərabər eləmək üçün m-in yerinə 7 yaza bilərik. Yəni pi bölü 5 alansında kosinusun dövrü 2 pi daxı. Burada da x-in əmsalı nədir? M çıxır. Amma unutmayaq, məsələn 2 pi dediyimiz nədir? Tam dövr eləyəndə qayıdıb yenə də eyni bir nöqtəni alırıq da, məsələn, formada gəlsək, gəlib bura çıxırıq. Amma bunu tərsindən də düşünə bilərik də, mənfi bir bucaqda düşünə bilərik. Mənfi pi bölü 2 də yaza bilərik bura. Mənfi pi bölü 2 yazanda artıq, çünki bizdən kiçik qiymətini istəyir, biz onun kiçik qiymətini tapmalıyıq. Burada nə olmalıdır? Deməli, yenə mənfi 10 olması üçün m neçə olacaq? M olacaq mənfi 7. M-i tapdıq. Tangensin də dövrü pi bölü 7-dir. Yəni, pi bölü 7-dir. Pi-nin tangensin dövrü pi-dir. N üstə gəl 2-yə böləndə alınmalıdır pi bölü 7. Yenə burada n-in yerinə 5-də yaza bilərik. Amma biz mənfi pi bölü, mənfi götürə bilərik. Yenə deyirəm, tərsinə də fırlansaq, eyni yerə gəlib çıxırıq. Deməli, burada nə alınmalıdır? Mənfi 7 alınmalıdır. Mənfi 7 alınması üçün n də olmalıdır mənfi 9. Mənfi 9, bu da mənfi pi böləndə, yəni mənfi 9-un üstünə 2 gəlir. Mənfi 7, mənfi pi-ni mənfi 7-yə böləndə pi böl 7. Bizdən kiçik qiymətini istədiyinə görə bunu yazdıq. Deməli, bizim cavabımız oldu nə? Bizə də m ilə n-in cəmini istəyir. Mənfi 7 ilə mənfi 9-un cəmi. Cavabımız olur Y variantı mənfi 16. Davam edək 20-ci sual, qiymətlər çoxluq. Bu əla bir sualdır, diqqətlə baxaq. Baxın, tangenslə kotangens ədəd oxunda bütün qiymətləri alır. Məsələn, bu funksiyanı bizə tək versəydi, kotangensi verməsəydi. Cavabı götürərdik mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Amma burada bəzi şeyləri nəzərə almalıyıq. Məsələn, tangenslə kotangens bir-birinin tərsidir. Biz bunu bilirik. Burada nə yaza bilərik biz? Məsələn, tangensə tutalım, hər hansısa bir dəyər verək. A qiymətini alıbdırsa, kotangens 1 bölü A qiymətini alır. Və bu ifadəni biz indi isbatını da göstərərik. A müsbət olanda 2-dən böyük bərabər alır. A sıfırdan kiçik, yəni mənfi qiymətlər alanda mənfi 2-dən də, yəni mənfi 2 ilə 2 aralığında qiymətlər ala bilmir. Bunu necə göstərə bilərik? Məsələn, gəlin bu ifadəni hər hansısa bir t ədədinə bərabər edək. Görək t hansı qiymətləri ala bilər, yəni bundan ötürü. Və bilirik ki, A sıfırdan fərqli olmalıdır, çünki burada onsuz da məxrəcdə var. Hər tərəfi A-ya vuraq, yəni sıfırdan fərqli olmağı niyə qeyd edirik? Hər bir həddə A-ya vuracaq. Olacaq A kvadrat üstə gəl 1 bərabərdir A vurulsun t. A vurulsun t-ni də bərabərliyin soluna keçirdərik. Onlar A kvadrat çıxılsın. A vur t üstə gəl 1 bərabərdir 0. Baxın, bir kvadrat tənliyə bənzəyir bu və kvadrat tənliyin həqiqi kökünün olması üçün diskriminant sıfırdan böyük bərabər olmalıdır. Burada biz t-nin ala biləcəyi qiymətləri düşünürük də. Yəni t burada bir əmsaldır. Yəni t vurulsun A. A-nı bir tapılacaq bir şey kimi, məchul kimi düşünsək, məsələn, diskriminant necə tapılır? B kvadrat çıx 4AC, düzdür? Buradan da B-miz bizim sanki T'dir. T'nin kvadratı çıxılsın, 4 vurulsun, 1 vurulsun, 1. A kvadratı ilə əmsalı 1, S-miz 1. Böyük bərabər 0 olmalı ki, bu tənliyin kökü olsun. Və burada bu bərabərsizliyi biz həll eləyəndə nə görürük? Yəni T kvadratı 4-dən böyük olmalıdır da. 4-dən böyük olması üçün T 2-dən böyük olmalıdır və yaxud da mənfi 2-dən balaca olmalıdır. Əks halda mümkün deyil. Törəməsini də tapıb burada göstərmək olar, amma çox da orasına getməyək. Sadə yolla deyə bilərik. A plus 1 bölü A. A müsbət olanda 2-dən böyük bərabər A sıfırdan kiçik, yəni mənfi ədəd yazanda da 2-dən kiçik bərabər qiymətlər alır. Mümkün deyil ki, mənfi 2 ilə müsbət 2 arasında qiymətlər alsın. Gəlin, məsələn, bir dənə də belə bir şey yazaq. Tutalım, deyirəm, 1 qiymətinə bərabər ola bilir. Gəlin, görək, A-nı 1-ə bərabər eləyə bilirik. Hər tərəfi A-ya vursaq, sonra da sağdakı A-nı sol tərəfə keçirsək, belə bir tənlik alınır. Biz bu tənliyi həll eləməyə çalışsaq, diskriminant sıfırdan kiçikdir. Yəni, A-nın elə bir həqiqi qiyməti yoxdur ki, 1-ə bərabər olsun. A minimum deməli, mənfi 2 ilə müsbət 2 aralığında heç bir qiymət ala bilmir. Cavabımız buna görə olur C variantı. 21-ci sual.
A və B-nin sıfırdan böyük olduğunu deyir və A ilə B bir-birinə bərabər deyil. Baxaq. Məsələn, sinus alfa ağlımıza gələn ilk nədir? Mənfi 1-dən müsbət 1 aralığında qiymətlər alır. Görək bu ifadədə məsələn biz bu ifadənin mənfi 1 və ya müsbət 1 aralığında koşu bərabərsizliyi deyirik. Nə olacaq? A üstə gəl B 2 kök altında AB. Biz nəyi bilirik? Biz bilirik ki, iki ədədi ortası həndəsi ortasından böyük olmalıdır. Yəni bu ifadəni bu şəkildə yazsaq daha rahat görsənər. A plus B böl 2 bölünsün kök altında AB. Əgər ədədi orta həndəsi ortadan böyükdürsə, bu da koşu bərabərsizliyidir uşaqlar. Burada deməli nədir? Bu ifadə birdən böyük qiymət alacaq. A və B-nin yerinə nə yazırıq? Yazaq. Ən yaxşı halda, yəni ən balaca halda 1 verəcək. Digər, yəni o da AB-yə bərabər olduğu halda. Digər hallarda isə birdən böyük qiymətlər alacaq. Biz də bilirik ki, sinus birdən böyük qiymətlər ala bilmir. Ona görə də birincini götürməyəcəyik. Bizə nə deyir? Ödəmir deyir. Ödəməyənləri götürürüksə bunu götürəcəyik. Digər hala baxaq. Məlum məsələdə artıq soldakı ifadənin, bu ifadənin tərsidir. Deməli, bu birdən balaca qiymətlər alacaq. Birdən balaca qiymətlər alacaqsa, gəlin belə eləyək. Buna x verək. Yəni, belə bir şey mümkün deyil. Amma ikincisi mümkündür. Gəldik digər halına baxırıq. Tangens alfa bütün hallarda qiymət ala bilir. Yəni, burada nə yazırıq? Yazaq, ödəyəcək. Aynen B-nin onsuz da sıfırdan böyük olduğunu da verib. Bu olacaq. Sinus alfa, gəlin burada bir sadələşdirmə aparaq. Sadələşdirmə aparsaq, tangensin yerinə simbol kos yazaq. Yazaq, sin alfa üstə gəl, kos alfa vurulsun, sin alfa böl kos alfa. Burada bu iki ifadə bir-birini aparır, qalır. 2 sinus alfa bərabərdir 2-yə. Buradan da sinus alfa bərabərdir 1-ə. Amma biz burada tangens görmüşük. Tangensi nəzərə almaq lazımdır. Sinusun 1-ə bərabər olduğu yerdə kosinus 0-a bərabərdir. Kosinus da 0 alsa tangensin mənası olmaz. Deməli, belə bir şey mümkün deyil. Yəni, sinus bir halda 1-ə bərabər olur, pi bölü 2-də. Pi bölü 2-də də kosinus təyin olunmayıb. Ona görə də belə bir ifadə mümkün deyil. Gəldik 5-ci suala. 5-ci sualda nə görürük? Biz bayaq göstərdik. Tangens alfa ilə kotangens alfanın cəmi mənfi 2 ilə müsbət 2 aralığında qiymətlər ala bilməz. Yəni, kökdə 2-yə bərabər ola bilməz. Mümkün deyil. Bu da mümkün deyil. Bizə də deyir, ödəməyənləri götürək. 1, neçə oldu? 4 və 5. 1, 4 və 5. C variantı. 21-ci sualın cavabı. Funksiyasının qiymətlər çoxluğu. İfadədə biraz sadələşdirmə aparaq. 22-ci sual. Tangens x ilə kotangens x-in hasili 1-dir. Bir-birlərinin tərsidir. Deməli, 6 sinus x kosinus x ifadəsində belə sadələşdirək. 3 vurulsun 2 sinus x kosinus x. Sadəcə 6-nı parçalayacaq. Nəyə görə? Bu ifadədə biraz dəyişiklik eləyəcəyik. Bu 2 qat arqumentin düsturudur, düzdür. Növbəti dərslərdə var. Amma burada verib deyəm, izah edirik. Bunun cavabı deməli 2 sinus x kosinus x bizə verir sinus 2x-i. Və sinus 2x arqumentin qiymətindən asılı olmayaraq mənfi 1, müsbət 1 aralığında qiymətlər ala bilir. Və biz onu 3-ə vuranda nə olacaq? Mənfi 3 ilə müsbət 3 aralığında bir qiymətlər alacaq. Cavabımız olacaq B variantı. Tangens funksiyasının qrafikini istəyir. Baxın, bu da yaxşı bir sualdır. Deməli, necədir? Biz tangensin qrafikini belə çəkdik. Düzdür, hiperbolaya bənzəyir. Belə bir qrafik var. Modulda olanda, baxın, bunun mənfi hissəsi var. Mənfi hissəsi x oxuna nəzərən simmetrik formada yuxarı qalxacaq. Baxın belə. Baxın, bu hissə var, mənfi olan hissə. Bunu istənilən funksiyada belədir. Mənfi aldığı qiymətlərdə x oxuna nəzərən simmetrik formada yuxarı qalxacaq. Yəni, bir parabolaya oxşayacaq. Belə bir variant deyil, A variantı. Cavabımız olacaq A variantı. Mənfi pi böl 2 ilə müsbət pi böl 2 aralığıdır. Cavabımız olur, bəli, A variantı. Buna gəlin belə bir baxarıq. Dərsin sonunda bunu qrafiklərini, o modul
Aha, gəlin baxaq. Məsələn, hər hansısa bir funksiya yazaq. Necə bir funksiya olsun? Belə bir funksiya olsun. Y bərabərdir x kvadrat çıx 5x üstəgəl 6. Bunu necə eləsək daha yaxşı olar? 4 eləsək. Aha, belə daha yaxşıdır. Baxın, müəyyən bir yerdə görürsüz mənfi bir qiymətlər alıb da. Bu necə olacaq? Sadəcə yuxarı qalxacaq. Nədir? Simmetrik şəkildə. Yəni, bu qalsın olduğu kimi. Bunu eynən köçürdək aşağı və bunu sadəcə modlalaq. Aha, baxın, mavi funksiyada görürsüz, aşağı hissə, qırmızı hissə sadəcə yuxarıya x oxuna nəzərən simmetrik formada çıxır. Vəssalam. Burada başqa bir şey yoxdur. Yəni, modul alanda istənilən funksiyada belədir. Yəni, mənfi aldığı qiymətlər simmetrik şəkildə, x oxuna simmetrik şəkildə yuxarı qalxır. Məsələn, kub funksiyasına da baxaq. Yaxşı anlaşılsın deyə yazıram bunu. Üstü. Baxın, bu funksiya aşağıda, düzdür, simmetrik formada qalxdı yuxarı. Tangens funksiyasında da eynən bu baş verir. Yəni, modulda tangens x funksiyası. Gəldi 24-cü suala. Bizə nə verib? Baxın, belə bir ifadə görəndə ağlımıza gələn məsələn nə ola bilər? Hər tərəfi kvadrata yüksəltmək, köməkçi müxtəsər, belə bir şeylər düşünə bilərik burada. Məsələn, biz burada köməkçi müxtəsərdən istifadə edə bilərik və yaxud gəlin köməkçi müxtəsərdən istifadə edək. Və yaxud buna gəlin bir t deyək. Yazaq tangens alfa üstəgəl çıxılsındır. Çıxılsın kotangens alfa bərabərdir t. Bizim məqsədimiz t-ni tapmaqdır da. Sağ və sol tərəfi kvadrata yüksəldək. Kvadrata yüksəldəndə olur tangens kvadratı alfa. Üstəgəl kotangens kvadratı alfa çıxılsın 2 tangens alfa kotangens alfa bərabərdir t-nin kvadratı. İndi nə edək? Biz bilirik ki, tangens alfa ilə kotangens alfanın hasili 1-dir. Və bu ifadə verir bizə 2-ni. Həmin 2-ni keçirərik bərabərliyin sağına. Qalar belə bir ifadə. Tangens kvadratı alfa üstəgəl kotangens kvadratı alfa bərabərdir t kvadrat üstəgəl 2. İndi sağ və sol tərəfi yenə kvadrata yüksəldək. Kvadrata yüksəldəndə belə bir ifadə alınacaq. Tangens üstü 4 alfa üstəgəl kotangens üstü 4 alfa üstəgəl 2 tangens kvadratı alfa kotangens kvadratı alfa bərabərdir bu ifadənin kvadratı. 2-nin kvadratı. Və biz bilirik tangens kvadrat alfa kotangens kvadrat alfa yenə hasili 1-dir. Və bunun da qiymətini bilirik də bizə veribdi 7. Həmin o 7-nin üstünə 2-ni gəlirik. Olur 49 bərabərdir t kvadrat üstəgəl 2-nin kvadratı. Bizdən müsbət qiymət istədiyinə görə heç mənfiləri nəzərə almayacağıq. Nəyin kvadratı 7-dir? 49-u daha doğrusu 7-nin. Yəni t kvadrat üstəgəl 2 bərabərdir 7. Buradan t kvadrat bərabərdir 5. T də bərabərdir kök altında 5. Bizim məqsədimiz onsuz da t-ni tapmaq idi. Tangens alfa çıxılsın kotangens alfanın. Cavabımız olur D variantı. 25-ci sual bizə nə verib? Funksiyasının əsas dövrü pi bölü 7 A parametrinin ala bildiyi qiymətlərin cəmi. Baxın, x-in əmsalı nədirsə sadəcə ona baxırıq. Deməli, yazırıq pi bölünsün a çıx 5 bərabərdir pi böl 7. Burada məxrəcdə 7 alınması üçün a neçə olmalıdır? A olmalıdır 12. Mənfi 7 alınması üçün də A1, A2 yazaq. Yenə dedik, tərsinə də dövr edə bilər də. Pi böl 7, yəni x-in əmsalı orada ya 7-dir, ya da mənfi 7. Mənfi 7 olması üçün də A olmalıdır mənfi 2. Bizdən qiymətləri cəmin istəyir. 12 ilə mənfi 2-nin cəmi olur 10. Davam edirik. 26-cı sual. Əsas dövrü 3-dür. Baxın, 3 nə deməkdir? X-in əmsalı nədirsə 2 pi-ni. Bax, kosinus funksiyasında da dövr 2 pi-dir. 2 pi-ni bölürük 3 pi bölünsün 3 vurulsun a-ya və o bərabər olur 3-ə. Buradan alınır
2pi bərabərdir, pi vurulsun a, deməli a bərabərdir 2-yə. A-nı tapdıq. Həmçinin -2 də ola bilər. Bizdən nə istəyir? Funksiyasının əsas dövrünü tapın. A-nın yerinə aparıb 2 yazsaq və ya -2 yazsaq onsuz da bir şey dəyişmir. Yenə deyirəm. Olur 2pi, tangensin də dövrü axı pi'dir. Böləcəyik 2pi'yə. X-in əmsalı burada 2pi'dir. Pi'ni 2pi'yə böləndə pi'lər gedəcək, cavabımız qalır 2-də 1 və ya 0,5. Cavabımız olur 0,5. Ən böyük mənfi qiyməti alarsa. Ən böyük mənfi qiyməti bayaq dedik, əslində 1 / tangens nədir? Kotangens deməkdir. Tangens x-lə kotangens x-in ən böyük mənfi qiyməti -2-dir, ən kiçik müsbət qiyməti də 2. Yəni -2 ilə -2 aralığından qiymətlər ala bilmir. Yəni bir sözlə bu ifadə deyir -2-yə bərabərdir. Bizdən də bunu istəyir. Burada köməkçi müxtəsərdən istifadə edək. Üstü 6-lı bir funksiyadır. Yaza bilərik belə bir ifadə. Yazaq belə. Tangens kvadratı x üstə gəl kotangens kvadratı gəlib belə başlamazdıq. Gəlin bir dənə qısa olaraq sizə bunu deyim. A kubu üstə gəl B kubu. Köməkçi müxtəsərlə belə göstərilə bilər. A üstə gəl B-nin kubu çıxılsın. 3 AB vurulsun. A üstə gəl B. Yəni, bunun açılışında özünüz baxarsınız. Açılışında bu ifadələr artıqdır. Ona görə çıxırıq. Bizə yalnız qalır A kubu ilə B kubu. Burada da eyni. Bu tangens kvadratının kubudur. Bu da kotangens kvadratının kubudur. Yazıram belə. Tangens üstü 6x üstə gəl. Kotangens üstü 6x bərabərdir. Tangens kvadratı x üstə gəl. Kotangens kvadratı x-in kubu çıxılsın. 3 tangens kvadratı x kotangens kvadratı x vurulsun. Tangens kvadratı x üstə gəl kotangens kvadratı x. Və burada da yenə köməkçi müxtəsərdən istifadə edə bilərik. Çünki bizə bu ifadəni veribdir. Yenə deyirəm, bu 1 / tangens kotangens deməkdir. Burada fərqli bir şey yazmayıbdır. Köməkçi müxtəsərdən də bu hissəni onsuz da bilirik. 1-dir, tangens kvadratdan kotangens kvadratın hasili. Bu ifadənin əvəzinə də nə yazaq? Belə bir ifadə yazaq. Tangens x üstə gəl kotangens x-in kvadratı çıxılsın 2 tangens x kotangens x. Və bu ifadənin üzərində kub var. Tangens kvadratı ilə kotangens kvadratı cəminin kubu. Çıxılsın 3 vurulsun. Yenə tangens kvadratı kotangens kvadratının əvəzinə nə yazırıq? Tan x üstə gəl kot x kvadratı. Bunun açılışında axı 2 tan 2x kot x artıqdır. Bundan çıxacağıq 2-ni. Orada tan x ilə kot x onsuz da bizə 1 verir. Ardını yazmıram. Yerimiz çatmır. Bizdə deməli ifadənin ən böyük mənfi qiymətini alarsa, yəni bu ifadə -2-yə bərabərdir. Dolayı yolla da bizə bunu veribdir. -2 dedik ki, -2-dən mənfi sonsuzluğa, -2-yə və 2-dən müsbət sonsuzluğa qiymətlər alır. -2-ni aparıb yerinə yazsaq, bunun qiyməti olur 4. Bu ifadə 1-ə bərabərdir. Çıxılsın 2-nin kubu çıxılsın 3 vurulsun. Deməli, bu ifadə bizə -2-dir. -2-nin kvadratı 4. 4-dən də 2 çıxırıq. 2. 3 vurulsun 2. O da bərabərdir. 8 çıx 6. Cavabımız olur 2. Vəssalam. Bu ifadənin cavabı da oldu 2. 27-ci sualın cavabı. Davam edirik. 28-ci sual. Bizə əsas dövrü pi bölü 2. Tanda deməli x-in əmsalı. Baxın, 2pi'dir, düzdür. Pi'ni 2-də 1-ə böləndə nə olacaq? 2pi olacaq da. A variantı gedir ikinciyə. Davam edək. Sinusun dövrü 2pi'dir. 2pi'ni 4-ə böləndə pi bölü 2 qalır. B variantı gedir 1-ə. Kotangens də pi'dir. Pi bölü 2. Pi bölü 2. C variantı da gedir 1-ə. D variantında kosinusdur. 2pi'ni, kosinusun dövrü 2pi'dir. 2pi'ni 3-də 2-yə böləndə 3 edəcək. D variantı uyğun gəlir 3-ə. Y variantı da həmçinin. Pi'ni 3-də 1-ə böləndə
Nə olacaq? 3pi olacaq da. Y variantı da uyğun gəlir. Üçüncüyə. B, C, A və D-yə. 29-cu sualı özünüz düşünərsiniz. Eynən dövrün ən kiçik qiyməti də var. Gəlin 30-cu sualı yazaq. 2 sinus x. Dövrü 2pi idi. Sinus x-in əmsalı burada 1. A variantı ilə birinciyə uyğun gəlir. Dövrü 4pi-dir. Üçüncüyə uyğun gələcək. Pi-ni 4-də 1-ə böləndə burada 4-də 1 x-dir. 4pi olacaq. B variantı uyğun gəlir bura. Ən böyük qiyməti 2-dir. Sinus bilirik ki, ən böyük 1 alır. 1-i də 2-yə vuranda 2. C variantı. T pi-yə bərabərdir. Dövrü pi-yə bərabərdir. Baxın, 2pi-ni 2-yə böləndə kosinusun dövrü 2pi-dir. 2pi-ni pi-yə böləndə qalır pi. D variantı uyğun gəlir. Üçüncüyə, ikinciyə. Ən kiçik qiyməti -1-dir. Kosinusdur. Kosinus funksiyası da bilirik ki, arqumentdən asılı olmayaraq. Yəni, bunu bir alfa olaraq görməyi bacarın. Uyğun gələcək ikinciyə. AC, D-yi və B. Davam edirik. Funksiyalar üçün müəyyən edin. Bunu da özünüz düşünərsiniz. 32-ci sual dövrlərdir və qiymətlərdir. Yəni, burada məsələn, ən böyük qiyməti 3-dür deyəndə birinciyə yazacaqsınız da, məlum məsələdir. Kosinus arqument burada nə olur olsun. Bunu bir alfa olaraq görməyə bacarın. 33 də eynən. 34-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Baxın, sinus alfadan özü çıxır. Biz demişik ki, modul ifadə görəndə müsbətdirsə, özü mənfidirsə, əksi. Sinusun müsbət olduğu bir rübdür, amma kotangensin mənfi. Sinus biz bilirik ki, birinci və ikinci rübdə müsbətdir. Y oxunun müsbət aldığı qiymətlərdə məlum məsələdir. Yuxarıda olmalı, x xəttindən yuxarıda. Yəni, birinci və ikinci rübdə. Amma kotangens mənfidirsə, kotangens mənfidir ikinci rübdə. Deməli, alfa ikinci rübün uzağıdır. Bax, birincidə alfanı tapdıq. Alfa ikinci rübün uzağıdır. C variantı uyğun gəlir bura. Başqa görək uyğun gələn varmı? Tangens sin alfa, xeyr. Tangens də mənfidir, sinus müsbətdir, sıfırdan böyük olur. Alfa uzağı birinci rübün, sin alfa, kos alfa müsbətdir, xeyr. Kosinus ikinci rübdə mənfidir. Baxın, x-in aldığı qiymətlər mənfidir. Mənfini müsbətə vuranda müsbət eləmir. Alfa üçüncü rübdə. Birə bir dənə uyğun gəldi C. Gəldi ikinciyə. Tangens müsbətdir. Çünki modulda tangensdən tangens çıxıb. Amma sinus mənfidir. Tangens müsbətdir birinci və üçüncü rübdə. Birinci rübdə sinus da müsbətdir. Deməli, bizdə bu üçüncü rübün bucağıdır. İkincidəki ifadə üçüncü rübün bucağıdır. Yəni, alfa üçüncü rübün bucağıdır. A variantı uyğun gəlir bura. Başqa görək nə uyğun gəlir? Sinus, baxın, üçüncü rübdə sinus da mənfidir, kosinus da mənfidir. Görürsünüz, kosinus da mənfi qiymətlər alır, sinus da. Hasilləri onda müsbət eləyəcək. B də uyğun gəlir bura. Üçüncüyə baxaq. Kosinus özü çıxıb, yəni müsbət formada çıxıb. Deməli, kosinusun müsbət olduğu ya birinci rübdür, ya da dördüncü rüb. Amma sinus mənfidir. Deməli, dördüncü rübün bucağıdır. Burada dördüncü rüb göstərilməyib. Görək bura hansı uyğun gələcək. Hansı ABC gedir, ya D-dir, ya da Y. Tangens alfa ilə sinus alfa sıfırdan böyükdür. Bəli, bu doğrudur. Çünki tangens də mənfidir dördüncü rübdə. Sinus da mənfidir. 2 mənfini bir-birinə vuranda olur müsbət. Alfa birinci rübün bucağıdır, xeyr. Y variantı heç birinə uyğun gəlmədi. 35-ci sualda bundandır. Özünüz düşünərsiniz. Gəldik 36-cı sual. Qrafiklərinin kəsişmə nöqtəsindən absis oxuna qədər olan məsafə. Baxın, iki funksiyanın kəsişmə nöqtəsini tapmaq üçün biz nə edirik? Həmin funksiyaları bir-birinə bərabər edirik. Burada sadəcə gəlin bərabər eləyək, görək nə alınır. Tangens x bərabərdir kotangens x. Bu tənliyi həll etmək üçün kotangens keçirək bərabərliyin soluna. Olur belə bir ifadə. Tangens x çıxılsın, kotangens x bərabərdir 0. Burada biz bilirik ki, kotangenslə tangens bir-birinin tərsidir. Yaza bilərik, tangens x çıxılsın, 1 bölünsün, tangens x bərabər 0. Tangens x-ə 1t desək, olur t çıxılsın 1 bölü t bərabərdir 0. Ortaq məxrəcə gətirsək və yaxud da hər tərəfi t-yə də vura bilərik. Olur belə bir ifadə, t kvadrat çıxıb 1 bərabərdir 0. Buradan da t-nin qiymətlərini tapa bilirik də. T bərabərdir müsbət mənfi 1. Yəni, tangens x-ə 1t demişik də. Tangens x bərabərdir müsbət mənfi 1. Tangensin deməli, müsbət 1 aldığı qiymətlər bu trigonometrik tənliyə keçir artıq. Pi bölü 4
dövrü də P-dir, olur pi bölü 4 üstəgəl pk. Mənfi 1 aldığı qiymətdə mənfi pi bölü 4 üstəgəl pk. Burada əslində uzun-uzadı heç düşünmək lazım deyil. Gəlin belə eləyək də. Tangens ilə kotangens ikisinin də eyni qaldığı qiymət nədir? 1. 1 alması üçün x neçə olmalıdır? 45 dərəcə. Baxın, indi qrafiklərini çəkək bunun. Yəni 45 dərəcədə bu ifadələr bir-birinə bərabər olur. Kəsişmə nöqtəsi 45 dərəcədir. Yəni pi bölü 4-də bunlar kəsişəcəklər. Grafiklərini gəlin çəkək. Tangensin dedik ki, qrafiki olur bu şəkildə. Mənfi pi bölü 2 ilə pi bölü 2 aralığında. Pi bölü 2 aralığında. Kotangensdə necə olur? Kotangensdə də bu şəkildə. 0 ilə pi arasında. Belə bir qrafik var. Gəlin fərqli rənglə çəkək. Biraz pis alındı, amma eyb yox. Kotangensin də qrafiki belə. Baxın, bunların kəsişdiyi aralıq görürsünüz. 0 ilə pi bölü 2 aralığında bir nöqtədir. Həmin nöqtə nədir? Həmin nöqtə pi bölü 4 nöqtəsidir. Pi bölü 4 nöqtəsində nəyə bərabər olurlar? 1-ə. Bizdən istədiyi nədir? Funksiyalarının qrafiklərinin kəsişmə nöqtəsindən apsis oxuna qədər olan məsafə. Baxın, bizdən istədiyi bu məsafədir. Bu məsafədə buradan görsənir də. Hər ikisinin 1 aldığı qiymətdir. Cavabımız olur 1. 37-ci sualda bunun eynisidir. Orada da cavab yəqin ki 1 olacaq. Baxaq, yenə qrafiklərin çəkək hər ikisinin. Deməli, bizdən mənfi pi bölü 2 ilə mənfi pi bölü 2. Tangensin qrafikini çəkək əvvəlcə. Tangensin. Kotangensin də qrafiki səhv edilədim, bağışlayın. Tangensin qrafiki. Kotangensin də qrafiki baxın bu şəkildə. Daim azalan. Yenə kəsişmə nöqtəsini istəyir. Məlum məsələdir. Bayaq məsələdə də həll elədik. Mənfi pi bölü 4 nöqtəsində kəsişirlər. Mənfi pi bölü 4 nöqtəsində hər ikisi mənfi 1-ə bərabərdir. Mənfi 1, mənfi pi bölü 4 nöqtəsində. Və bizdən yenə funksiyalarının kəsişmə nöqtəsindən apsis oxuna qədər məsafəni. Bu məsafəni istəyir. Məlum məsələdir. Mənfi 1-dirsə, məsafə olaraq soruşursa, cavabımız yenə 37-də cavab olur 1. Funksiyaları mütləq şəkildə qrafiklərini də çalışın qavrayın. Yəni bizə lazımdır onları başa düşmək, qavramaq. Məsələn, siz müəyyən bir qiymətlər verin, qrafikləri çalışın həmişə çəkin. Tangens xətti, kotangens xəttinin necə hərəkət elədiyinə baxın. Ondan əlavə, məsələn, sin böl kos deyirik də, tangensə, düzdür. Birinci rübdə niyə artır? Məsələn, sadəcə baxırıq. Baxın, birinci rübdə sinus artır. Dalım 30 dərəcədə sinus 2-də 1-dir. Gəlin yazaq. Tangens 30 nəyə bərabər? Tangens 30 dərəcə. Sinus 30 böl kosinus 30. Sinus 30 da bizə verir 2-də 1, kosinus 30 da verir köşdə 3 böl 2. Burada 2-lər gedir, cavabımız qalır 1 böl köşdə 3. İndi tangens 60 dərəcəyə baxaq. Tangens 60-da sin 60 böl kos 60-dır. Sinus 60-da bizə verir köşdə 3 böl 2, kosinus 60-da verir 2-də 1. 2-lər yenə ixtisar gedir, qalır 1 böl köşdə 3. Köşdə 3 böl 1. O da bizə verir köşdə 3. Bax, ifadəmiz böyüdür. Çünki kosinus balacalaşır, məxrəc balacalaşır, surət böyüyür. Ona görə də tangens artır və bu şəkildə də davam edəcək. Kotangensə də eynən baxa bilərsiniz. Məsələn, birinci rübdə kotangensdə nə baş verir? Elə bir sinus böyüyür, kosinus balacalaşır. Sanki məxrəc böyüyür, surət balacalaşır. Məxrəc böyüyür, surət balacalaşırsa, deməli ifadəmiz kiçilir. Bu qədər. Növbəti dərs olacaq çevirmə düsturları. Məncə funksiyalardan nisbətən daha rahat olacaq. Düsturları əzbərləməyəcəyik, rüblərə görə təyin edib işarəsini tapacağıq. Çətin bir dərs olmayacaq.